Moda industriyası çoxdandır artıq texnologiya ilə yaxından dostluq edir. Amma son zamanlar robotların dəfilələrdə modellərlə birgə çıxışı insanı düşündürür. Gələcəkdə modellər geyimlər göstərəcək, yoxsa robotlar? Milan Moda Həftəsi zamanı Giuseppe Di Morabito'nun dəfiləsində ən insan yönümlü robot sayılan Amika səhnəyə çıxdı. Öz innovativ addımları ilə seçilən Coperni brendi isə 2023-cü ildə Boston Dynamics'in robotlarından səhnədə istifadə etdi. Və 2025-ci ildə Şanxay Moda Həftəsində texnologiya və modanın sintezi daha da diqqəti cəlb etməyi bacardı. Çinin Unitree Robotics şirkəti insan yönümlü robotu və onun it yoldaşı səhnəni ələ aldı. Amma qeyd edim ki, robotları ilk dəfə səhnəyə gətirərək inqilab edən məhz Alexander McQueen olub. 1999-cu il kolleksiyasında məşhur model Shalom Harlow mərkəzdə dayanır və onun bəyaz geyimini iki robot rəngləməyə başlayır. Bu çox dramatik bir səhnə idi və heç bir zaman yaddan çıxmayacaq, modanı dəyişəcək bir səhnə olaraq qaldı.